Herkese salamlayıram. Bu gün qərara gəldim ki, sizlə 10 illik öz təcrübəmlə bölüşüm. Hal-hazırda kripto bazarında inkişaf gedir. Belə deyək, blockchain sahəsi inkişaf edir, müxtəlif tokenlər yaranır, məhsullar yaranır. Amma bununla belə skamerlər də çoxalıb. Özlərinə mütəxəssis, master, quru və sairə adlandıraraq insanları aldadırlar. Ona görə qərara gəldim ki, biliklərimlə, təcrübəmlə bölüşüm. Yeni gələnlər aldanmasınlar. Köhnədə olan, bilikli olan insanlar biliklərini daha artırsınlar. Çünki mən sizə hələ bir müxtəlif əsas, hələ bir detallar göstərəcəm ki, onu heç bir bu nə mütəxəssis, nə bloger və sairə heç biri onları sizə göstərmir. İlkin olaraq hər bir məhsul gördüyünüz kimi məlumat verici səhifələr olur. CoinMarketCap ən böyük səhifələrdən biridir, hansını ki biz görürük hansı token, hansı coin həcmi nə boydadır, dövriyyəsi nə boydadır, sayı nə qədərdir və s. CoinMarketCap, CoinGecko bunlar yaxşı alətlərdir ki, siz analiz edə biləsiniz, başa düşəsiniz ki, nəyə doğru gedirsiniz, nə edəcəksiniz, nəyə yatırım edəcəksiniz, nə əldə edəcəksiniz, bu suallara cavab alacaqsınız. Burada görürük sıralamadır, müxtəlif sıralamalardır. Çoxdur burada tokenin sayı həddindən artıq çoxdur. Burada görə bilərsiniz yaxınlarda əlavə olan tokenlər. Misal üçün görürsünüz burada 2 saat bundan əvvəl əlavə olunub, yəni CoinMarketCap-ın özünə. Amma misal üçün baxmaq istəsək ki, bu token ümumiyyətcə necə yaranıb, harda yaranıb, hər bir tokenin gəlin Bitcoin-in özündən göstərim və müxtəlif blockchainlərdən danışım. Baxın, burada ən əsas Bitcoin tanıdığımız Bitcoin blockchain-dir, hansı ki, əsaslı olaraq birinci blockchain-i bu coin yaradıb. Blockchain sahəsində məlumatları digər podkastlarda və yaxud hansısa bir videoda ətraflı məlumat verərəm, amma blockchain sözü qeyd etsəz internet səhifələrdə, Google və s. Yəni oxuya bilərsiniz, istədiyiniz dildə oxuya bilərsiniz. Rus, ingilis, Azərbaycan, yəni nə deməkdir blockchain? Qısa olaraq desəm, bu şəffaf bir kitabdır, hansı ki, heç bir köçürmələri, mining deyək, pul köçürmələri deyək, puldursa, coin özü gedir. Onlarda heç bir dəyişiklik ola bilməz. Yəni bu şəffaf bir platformadır ki, biz insanlar hansısa bir nəyisə izləməyə görə bilərik də. Üçüncü şəxs yoxdur, yəni spekulyant yoxdur, hansısa böyük bir faizləri götürəni yoxdur. Və hələ edirlər ki, şəffaflıq olsun da, yəni inqilab, blockchain inqilabı bundadır ki, şəffaflıqdır. Misal üçün Bitcoin-in özünü götürək, analiz etsək, burada görürük həcmi, nə boyda tokendir, maksimal simple 21 milyondur. Gündəlik dövriyyəsini görürük 24 saatda 2 milyard dövriyyə olub. Bu alan satanlardır. Yəni təkcə bir dövriyyə deyil. Kimsə alıb, kimsə satıb, total 42 milyarddır. Burada hansı birjalarda var? Mərkəzləşdirilmiş birjalar var və mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş deyək ki, insanlar idarə eləyir. Mərkəzləşdirilməmiş isə bu platforma idarə olur. Burada heç bir insan yox. Burada görsəz DEX walletlər, DEX birjaları var ki, onlar dövriyyə edir. Dövriyyə düzdür, azdır. Çünki insanların çoxu wallet açmaq, wallet köçürmələr etmək, seed frazaları saxlamaq və s. bilikləri olmur. Ona görə də mərkəzləşdirilmiş birjalar
daha da çox populyardır. Burada hal-hazırda Bitcoin-in dövriyyəsini görsək, 24 saat ərzində təkcə Binance birjada Bitcoin USDT fərqində 1 milyarddan çox. Bu da stable coin. Bunlar stable coin'a qarşı. Stable coin yəni belə deyək, nominal bir dollara bağlı olan bir stable coin'dir. Burada görə bilərik bu stable coin. Tether şirkətindir. USDT bu da stable coin'dir bu yaxınlarda. Başı ümumiyyətlə stable coin'ların sayı çoxdur, toplar azdır və Ripple-un da hətta stable coin'i yarandı. Ripple USDT görə bilərik ki, burada da bu 1 dollara bağlıdır. Burada əsas nəyə diqqət yetiririk? Total Simply nə qədər token var? 405 milyondur hal-hazırda. Sayı azdır. Hansı birjalarda artıq stable coinlar mövcuddur. Burada həcmləri görə bilərsiniz. Ümumiyyətcə yazışmalara, yazılara da diqqətlə fikir verin. Diqqətli olun. Bu sahəyə daxil olursunuzsa, yəni bizim məqsədimiz ümumiyyətcə bu sahədə şəffaflıq yaratmaqdır. Yəni amma hansısa token yaradıb kiməsə satış etmək, dürtmək və sairə bu skam yanaşmadır. Skam da çoxdur, həddindən artıq çoxdur. İndi nümunələrdə sizə hamısını göstərəcəm. Yəni burada analiz eləyə bilərsiniz. Əsas da hansısa bir proyekt sizə, bizə hansısa bir məhsulu verməlidir. Yəni Bitcoin başa düşürük ki, bizə məhsul verib blockchain yaradılıb, ilk blockchaindir. Yəni heç bir şəffafdır. Heç bir qırılma və yaxud silinmə ola bilməz. Yəni əslində məlumat çoxdur. Yəni mərhələ-mərhələ çalışacağam sizə göstərdim bunları. Nöqtə olaraq əsas nəyə fikir verməlisiniz də, onları izah etmək istəyirəm ki, vaxt itirməyiniz. Bu Bitcoin əsas səhifəsidir. Burada görə bilərik. Yəni müxtəlif dillər var. Hansı dil istəyir seçə bilərsiniz. Buna walletlər əsasən verirlər. Blockchain-in özünü biz görmürük. Çünki o back-front çalışır. Front-enddə gördüyümüz, yəni wallet-dir, blockchain işləməsidir və sairə. Burada baxın, blockchain explorer var. Misal üçün burada biz blockchain-də son tranzaksiyaları görə bilərik. Burada hər gün gördüyünüz kimi tranzaksiyalar gedir hər saniyə. Bu yazılır. Mempoolda yazılır. Mətbəxin içini görməlisiniz. Harda nədir, neçədir. Baxın, burada isə biz Bitcoin-in ümumiyyətcə holderlərini görə bilərik. Kimin nə qədər, hansı walletdə nə qədər Bitcoin var. Binance Cold soyuq walletdə gördüyümüz kimi bu qədər wallet var. Və bu səhifələri də açıq göstərirəm. Götürüb baxa bilərsiniz, analiz eləyə bilərsiniz. Yəni informasiya çoxdur, çalışacağam qısa olsun və bəhrələnə biləsiniz. Hansısa bir bilik əldə edə bilərsiniz. Və mən sizə çox neçə dənə blockchain-in mətbəxini göstərəcəm. Yəni burada görə bilərsiniz hansı sayda və nə qədər. Burada getdikcə azalır, ta yəni qəpiyinə kimi göstərir. Hansı wallet-ın nə qədər ümumi balansı var yaxud tranzaksiyası var. Misal üçün hansısa bir wallet-ı götürüb seçdikdə biz onun tarixçəsini görürük. Balansda misal üçün 3549 Bitcoin var və sonuncu dəfə 2023-də gəlib daxil olub və çıxış olmayıb. Və beləliklə hətta öz wallet-ınızı əlavə edib burada görə bilərsiniz. Sizə Electrium-da misal üçün bir wallet-ı göstərəcəm. Misal üçün öz wallet-ınızı bu Electrium wallet-dır, Bitcoin öz wallet-ıdır. Misal üçün
əlavə edirsiniz, yoxlayırsınız, baxırsınız ki, 2019-cu ildə 0.00 və sair 546 satoshi daxil olub çıxıb və hal-hazırda balans sıfırdır. Və yaxud öz wallet-unuzu idarə edib baxa bilərsiniz. Əsasən seed phrase, private key bunlar heç kimə heç vaxt verməməlisiniz. Çünki hak olunub sizin balansınıza uğraya bilər. Gələcəkdə əsasən şəffaf buraxacağam. Hansı bir suallarınız olsa, ona uyğun olaraq videolar çəkib sizlə birbaşa mətbəxin içini göstərərək sizlə biliklərimlə bölüşəcəm. Baxın, ikinci sırada Ethereum blokçeyni yerləşir. Efir blokçeyn müxtəlif sahələrdə inkişaf edib və ən inqilabi bir innovativliyi onun smart kontrakt yaratmağı olub. Çünki Bitcoin-in özündə smart kontrakt yaratmaq olmurdu, yəni digər tokenlər yaratmaq olmurdu. Efirin bazasında isə bunu rahatlıqla yaratmaq olur, çox yəni sadə bir şəkildə. Hətta Binance Coin-in hal-hazırda bildiyimiz Binance birjanın tokeni də efirin üzərində yaranıb. 2010-da 15-ci ildə yaranıb, sonradan isə onlar öz blokçeynini yaradıb inteqrasiya etdilər və öz blokçeyninə köçdülər. Yəni burada da eynən bütün məlumatları görə bilərsiniz. Misal üçün indi keçid alaq top birjalara, top blokçeynlərə. Baxın, Efirin Etherscanı mövcuddur. BNB-nin BNB Scan mövcuddur. Google-a da yazsa çıxacaq. BNB Smart Chain və Solana-nın Solscan mövcuddur. Bura nə deməkdir? Yəni hər bir yeni yaranan tokenin burada mətbəxin içində bunu analiz etmək olur. İstədilən tokeni analiz etmək olur. Hansı bir tokeni istəsəz analiz etmək olur. Əsasən toplarda gələcək var. Yəni ora böyük şirkətlər, fondlar, hətta hökumətlərin özləri də başlayıb investisiya eləməyə. Yəni tövsiyə olunar ki, əlbəttə ki, hələ bir tokenə yatırım edəsiniz ki, sizi gələcəkdə nəsə əldə edəsiniz. Yəni niyə görə bunları edirik də, nə üçün yatırım etməliyik? Misal üçün, niyə efirə almalıyıq? Niyə efirə tələbat var? Efirin nəzdində çünki çoxlu sayda tokenlər yaranır. Baxın, biz Ethereum-un ekosisteminə nəzər yetirsək, orada görəcəyik ki, nə qədər efirin nəzərində tokenlər var. Baxın, burada görürsünüz Binance Alpha, MEM, Sol, BNB, RVI və s. Burada efir də olmalıdır. Seçib baxa bilərsiniz də. Misal üçün, indi efirin özünə taparıq. Solana'nın ekosistemində olan bütün tokenlər, hətta burada top layihələr də var, hansı ki öz blokçeynləri var. Onlar inteqrasiya edib sadəcə öz tokenləri bu platformada da yerləşdiriblər ki, Solana'nın alış-veriş edən insanlar orada da ala bilsinlər. Solana misal üçün burada BNB-ni görürük. Hətta burada misal üçün Ethereum ekosistem Coins yazsaq, yəni araşdırmanı hələ ediniz ki, yəni biliyiniz daha çox olsun. Biləsiniz də nə alırsınız, nəyə yatırım edirsiniz. Yəni hal-hazırda məqsəd də odur ki, bu skamerlər, bu özlərini quru və sairə deyənlər, bunlar bizi aldatmasınlar da. Yəni hansısa tokeni yaradıb, mən özüm də token yarada bilərəm, varımızdır da. Yəni o məhsul vermirsə, yəni mənası yoxdur da bunu tərifləmək və sairə də dürtmək lazım deyil. Məhsul vermək lazım. Misal üçün efirin özü məhsul verib. Yəni şəffaflıq şəklində məhsul verib. Bunun nəzərində sən proyekt yarada bilərsən. Öz walletları yarada bilərsiniz. Yəni istənilən məhsul hansı ideyanıza uyğun olaraq, indi mən sizə ideyalara tam açıq oturub biznes case olaraq bunu analiz etməyə çox vaxt aparır. Yəni başa düşürsüz ki, hansısa bir məhsulun kökündə, fundamentində
məhsul olmalıdır. Məhsul yoxdursa bu niyə lazım? Efir ona görə topdadır ki, ona görə məhsul yaradır. Yəni misal üçün onlar blokçeyn yaradıblar efirin nəzdində ümumiyyətcə. Və efirin nəzdində MetaMask olaraq bir wallet yaradıblar. İlk walletdır ki, hansını ki inteqrasiyalar ediblər. İndi müxtəlif blokçeynlər var. Yəni bu wallet işləyir və bu walletın nəzərində müxtəlif layihələr var. Misal üçün Shiba meme tokendir, amma artıq öz blokçeyni var. Bitget token bunlar exchange-dir, bildiyimiz birjadır. Burada hətta görə bilərsiniz exchange-lərin dövriyyəsini görürsüz. Burada spot və futures var. Bunlara məsləhət görmürəm ümumiyyətcə. Çalışın spotda olunuz, çünki futuresda orada belə deyək də siz stavka eləyirsiniz ki, hansısa bir token qalxacaq, hansısa token düşəcək. Yəni tövsiyə etmirəm də o qumar kimi bir şey yox, hələ qumarın özüdür də demək olar. Ağıllı trading etmək istəyirsinizsə, yatırım etmək istəyirsinizsə, siz daima spotda qalmalısınız. Spota baxanda görürük, görürsüz burada siyahı var, top birjaların siyahısı var. Binance'ın dövriyyəsini görürük, likvidliyini görürük. Bybit, Coinbase, Exchange, Upbit və sairə də burada yəni müxtəlif blokçeynlər və exchangelər var ki, hansıkindən ki istifadə edə bilərsiniz. Mən özüm həmişə istifadə etmişəm elə Binance-ın özündən. Bybit yaxşı birjadır, Bitget yaxşı birjadır. Ehtiyac olduqda Max hansısa bir token olmayanda, no yeni tokenlər əsasən Bitmart, Max birjasında peyda olurlar. Orada listing üçün ödəniş çox azdır. Yəni burada bu analiz edib baxa bilərsiniz və çalışırsınız ki, hansı ki böyük birjalarda olasınız və uzun müddətli də saxlayırsınızsa, blokçeynin özündə saxlayasınız. Misal üçün Bitcoin-in özünü aldınızmı hansısa birjada, sonradan Electrum birjasına öz hesabınıza bu tokeni əlavə edəsiniz. Efirdə ən gözəli MetaMask-dır və müxtəlif əslində walletlər var. Gördüyünüz bu Solana-nın walletlarıdır. Bu Aptos birjanındır. Bu Bitcoin-undur, Unisat platformasınındır, bu OKX birjanındır və müxtəlif də var. Trust Wallet var, çox yaxşı bir walletdir. Yəni Dex Walletdir, heç bir mərkəzləşdirilmə yoxdur. Yəni bu walletlərdən istifadə edərək öz aktivlərinizi qoruya bilərsiniz ki, hansısa birja batanda və yaxud nəsə olanda sizin tokenlər, aktivlər batmasın. Çünki bunlar hamısı puldur. Deməli, qayıdırıq efirin ekosisteminə. Burada ekosistemdə görürük ki, baxın Shiba'nın özünün həmişə nəyə fikir verir? Məhsulun web saytı olmalıdır, onun white paper olmalıdır, onun roadmap olmalıdır. Yəni sənədləri olmalıdır. Yəni biz bir insanla tanış olanda, hansı bir iş görəndə onun şəxsiyyətinə fikir veririk. Şirkəti varsa, şirkətin sənədləşməsinə fikir veririk, onun məhsuluna, dövriyyəsinə, köçürməsinə və s. Yəni bunları analiz edəndən sonra bu insanla qərara gəlirik ki, iş görmək olar. Amma müstəforla yəni nə iş görəcək? Yəni o heç bir biliyi yox, bacarığı yox, büdcəsi yox, nəticəsi yox. Yəni onunla nə iş görəcək? Bu da eynəndir. Görürsüz, Shiba hətta Shibarium blokçeyni yaradır. Meme token kimi başlamışdı. Yəni çox ucuz idi. Burada qrafikdə görərik, baxsaq bunun inkişaf dövriyyəsini görərik. Burada görürsüz $20, $40 dövriyyəsi olub. Hal-hazırda 24 saata 132 milyon dövriyyəsi var. Bu layihələri bir-bir hamısını çox izah etmək olar. Yəni çox vaxt aparacaq. Yəni suallarınız olduqca deyərsiniz, mən də yeni videolar çəkib bölüşərəm sizinlə. Baxın, yəni bu efirin ekosistemidir. Nə qədər token varsa efirin nəzdində burdadır. Baxın, hələ misal üçün Shiba'nın özünü götürək. Bu smart, həmən layihənin smart kontraktıdır ki, ünvanıdır. Görürsüz, burada kontrakt sözü var. Bunu kopya edərək biz qayıdırıq Etherscan-a. Burada search bölümü var. Burada biz bunu əlavə edərək ən əsaslı hər bir blokçeyndə bunu axtarırıq. Bilirsiniz ki, var. Baxın, biz uje daxil olduq Shiba'nın Shiba tokenin mətbəxinin içinə.
tam içindəyik. Yəni burada görürük 1.513.000 holder var, dövriyyəsini görürük, market cap'ı görürük, ümumi dövriyyəni görürük və burada transfer, hətta hər bir wallet'ın görürsən 10 saniyə bundan qabaq kimsə 26 milyon token bir hesabdan digər hesaba göndərilir. Burada holderlar bölümü var. Burada holderları görə bilərik. Bu yanmış tokenlərdir. 41% artıq uje itib, yanıb, yəni yoxdur, dövriyyədən çıxıb. Yəni Shiba tokenin də çox maraqlı bir strategiyası var. Sadəcə bunu belə deyək, misal üçün göstərirəm. Eyni hər bir məhsulda da o təkrarlanır. Burada görə bilərsiniz Binance-da nə qədər var, kimlərdə hər hesab, adlar sadəcə yoxdur. Yəni o izləmək olur kimin nə qədər hesabı var. Yəni hər bir tokenin də eynən hələ analiz etmək olar. Misal üçün qayıdaq Salana'dan bir token tapaq. Salana ekosistemindən. Oradan sizə bir nümunə göstərdim. Misal üçün sol ekosisteminə daxil olaq. Həmişə smart kontraktda fikir verir, çünki o əsasdır. Onsuz token yaranmır. Token yaratmaq da istəyir efirdə, istəyir BNB-də, istəyir Solana-da. Çox ucuzlu bir şeydir, bahalı bir şey deyil. Sadəcə onun digər xərcləri var ki, məhsulun yaranması, formalaşması və platformanın yaranması, nələr inteqrasiya edəcəksə həmin platforma, xərclər artıqdır, arta bilər. Yəni misal üçün CoinMarketCap-ın özünə listing olmaq üçün minimum, yəni ilk listinqinə $5.000 yatırım lazımdır və sonradan hansısa bir update və sairə dəyişiklik etdikcə onların öz tələbləri var. Hətta 40, 30, 40, 50 min, 60 min dollara kimi yerləşə bilər. Yəni bu industriyada hansı ki inkişaf edir. Baxın burada Solana görürsüz. Misal üçün də SQ-ya yayılan Trump token. Buna analiz eləyib, baxaq necə bilə bilərik. Hər bir Solana-da sadəcə Solana-da blokçeyndə axtarmalısınız. Efirdə yaranıbsa efirdə, BNB-də yaranıbsa BNB-də. Bu hal-hazırda 3 top blokçeyndir ki, yəni inkubator kimi gündə bir dənə token çıxır. Yəni burada görürsüz kontrakt Solana-dadır. Yaxud müxtəlif varsa, olar ki, burada görsənər ki, BNB-də də var, efirdə də var. İndi hələ bir layihə tapıb sizə göstərərəm. Bunu klik eləyirik, kopya edirik. Baxırıq, açırıq. Görürük token official Trump, hətta yaşıl bir verifikasiya olan bir nişanəsi də var. Burada da eynən tranzaksiyaları görürük, holderları görürük. Yəni misal üçün baxın, birjada 2% dövriyyə var bir Binance bir hesabında da. Burada Binance 10-da misal üçün 1%, misal üçün də lap 10%. Amma bir wallet team allocation 80% ilə oturub. Yəni bu aydın məsələdir ki, onlar hələ bir metodologiya qruplar ki, hissə-hissə bu bazara tokenlər çıxacaq. Çünki bu 80% burada olmasa, yəni tokenin qiyməti də belə olmaz da $10 olmaz. Çünki bunlar bağlıdır. Misal üçün necə bağlı olur? Total simply, tokenin simply var, yəni ümumi həcmi. Bu isə market capdır. Bu likvidlik deyil. Likvidə baxın, likvid nə deməkdir? Likvid o deməkdir ki, həmən layihədə nə qədər pul var. Və biz necə təyin edirik ki, tokenin qiyməti necə təyin olunur? Necə bilinir ki, tokenin niyə qiyməti $1-dır? Misal üçün, eyni qaydada bu DEX bir platformadır. Burada bütün hərəkətləri görmək olur. Misal üçün, görürük burada liquidness 442 milyon hal-hazırda likvidlik var. Bu da tokenlərin sahəsinə, qırın içində kapitalizasiya bunu göstərir, 10 milyard göstərir, amma 10 milyard pul yoxdur. Yəni kimsə 100 milyon dollarlıq satsa, yəni 10 milyardın hesabından çıxılmayacaq pul. Likvidin hesabından çıxılacaq. Yəni ona görə də baxırıq ki, $70 bir aktiv düşür, gəlir $10 olur. Bunlar hamısı əslində manipulyasiyadır. Rın içində kapitalizasiya buranın özündə də görə bilərik. 216 milyon dollar dövriyyədir. Hər bir ki, full deleted value ümumi obyom 10 milyard göstərir, likvidliyi amma göstərmir. Düzdür, indi Binance-da var və
dünyanın böyük bir birjalarında da var. Dəqiq deyə bilmərik likvidliyi nə boydadır, amma dövriyyəyə uyğun o 1 milyard token var. 10 milyard dövriyyə var. Bu da elə belə deyək də total simple pulu olan pulu bölürük total simple-ə, yəni alınır həmən rəqəm neçə dollardır. Yəni büdcəni ümumi kassada 10 milyard pul var. 1 milyardı isə ümumi tokenin sayıdır. 10 milyardı 1 milyardı böləndə 10 dollar eləyir və beləliklə qiymət təyin olunur. Amma biz nəyə diqqət etməliyik? Hansı, harda, necə, neçə, nə qədər likvid var? Bu çünki çaşdıran bir amildir. İnsanların çoxsunu çaşdırır. Bəzən görürsən ki, rыночный kapitalizasiya okey 10 mindir. Burada misal üçün baxın bir dənə bu token, bu walletda olan token 14 milyonu satsa, yəni likviddə, yəni pul qalmayıb, azalacaq da, yəni 5%, 3% düşən deyil də, çox düşür. Çünki 14 milyon token satır. Bu da 140 milyon dollar eləyir. Yəni əslində 10 milyarddan 140 milyon böyük pul deyil, 15% eləyir. O təcrübə göstərir ki, daha çox qiymət düşür. Və BNB, bu da BNB blockchain'in skanıdır, hansı ki siz hər istənilən tokeni analiz edə bilərsiniz. Misal üçün burada tapaq BNB ekosistemində olan bir token, BNB ekosistemi baxırıq. Yəni BNB nəzdində tokenlərdir də. Burada yenə top tokenlər var. Misal üçün də bu Forum Meme saytını sizə göstərdim. Hal-hazırda burada çox böyük bir inkubasiya olur. Gündə bir token çıxır. Bu Binance-ın nəzdindədir. Sonra hmm, Solana da hansı idi? Pump Fund. Bu Solana'nın inkubatorudur. Yəni burada hətta özünüz də token yarada bilərsiniz. Çox bir qısa formada create token eləyirsiniz, seçirsiniz. Yəni əsas burada wallet-a qoşulmalısınız. Token yaradırsınız, smart kontrakt pamfanla olur və salam siz yəni ekosistemdəsiz. Əsas da orada kimsə almalıdır, kimsə satmalıdır, yoxsa heç bir mənası yoxdur token yaratmağın. Bu da BNB-nin özündədir. Hətta burada reytinqları da var və s. Burada da necədir? Blockchainlər bir-biri ilə müharibə edir. Yəni Solana'nın memlərin hesabına 6-cı yeri gəlib çıxdı, yəni dəyər verildi. Yəni həddindən artıq ağlınıza gəlməyən qədər də yəni token yaranır. İndi çalışaram göstərdim sizə qısa olaraq. Yəni memlərə görə bu platforma bazarda qaldı. Siz təsəvvür etmirsiniz nə qədər blockchainlər var idi ki, hansı ki top blockchainlərdir. Bunlar məhv oldu, getdi. Yəni bunlar qala bilmədi bazarda. Çünki xərclər çox, gəlir az. Təsəvvür eləyirsiniz 20 milyon bir platformanı istifadəçisini saxlamaq üçün siz hər ay 500 min, 600 min, 700 min dollar serverlərə pul xərcləməlisiniz. Yəni bu hara gedib çıxacaq? Nə tər olacaq? Xərclər böyükdür, amma bunlar komissiyada pul qazanırlar. İstənilən token alınır, satılır. Bax misal üçün hələ burada sizə göstərdik. Trumpın özündə bax burada görürsüz Novoy Moneta misal üçün New Coin. Baxın burada 4 saniyə, 5 saniyə, yəni bir sıfır tek bu gündə görürüz, fikir verirsiniz, inkubator kimi token çıxır da, yəni bunların da 99%-i skamdır da, yəni aralarında hə okey sistem onu göstərir, istənilən yaranan bir token bu sistemlər görsənir. Burada seçib tapmaq da olar hansısa bir token. Çox vaxtı da misal üçün Aptosun özünə fikir versək, Sui blockchain özünə fikir versək, onlar belə yəni start vermədilər. Amma spekulativ tokenlər belə start verib, hansısa bir satışlar edib, insanları aldadıb, sonra da isə yəni tokenləri atırlar üstünüzə və yoxa çıxa bilirlər. Siz də qalırsınız ki, ayda mən bunu kimə satım? Çünki heç kimə lazım deyil. Heç bir məhsulu yox, bir dəyəri yox, bir xeyri yox. Yəni məhsul olaraq nə xeyri var, nə dəyəri var. Yəni nə verir də bizə? Okay də Bitcoin birinci yarandı. Siz başa düşürsünüz də, ondan da güclü blockchainlər var. No, məxfiliyi, təhlükəsizliyi pik nöqtədədir. Yəni efrin özü qırılıb.
Solana'nın özü qırılıb, Binance'ın özü qırıla bilər və haklar da olur da, yəni istəyirlər onları qırmaq. Bitcoin qırılmayıb, yalnız community'nin özündə nəyə hansısa bir qərarlara gələ bilməyiblər. Biri deyib, mən Satoshiyəm, digəri deyib, mən Satoshiyəm, qırıblar bir-birlərini, hansı hard forklar əmələ gəlib, bu ilə Bitcoin Cash, Bitcoin CV, Vision, yəni bunlar əmələ gəlib. Amma bu blockchainlər isə Binance-dır, Ethereum özüdür, Solana'nın özüdür. Yəni bunlar yəni kim istəyir token yaradır. Solana özü vəhşi dəlixanadır. Yəni özünüz görürsüz də canlı olaraq nə qədər token yaranır, hər də yaranır. Hal-hazırda indi BNB də hələ eyni vəziyyətdədir və bunlar gördülər ki, Solana çoxlu qazanc əldə edir. Yəni komissiyada çox istənilən bir məbləğlər əmələ gəlir və başladılar bir-birlərinə mübarizə aparmağa və beləliklə Binance da komissiyalarını azaltdı. Bir layihə yaratdılar, Foreman, buranın özündə də eynən Connect Wallet eləyib hansısa bir token yaradırıq və OKDD Create Token qoşulursan adını, familiyasını, şəklini və salamda, yəni al, sat və s. Burada görə bilərik ki, baxın, burada da tokenlər yaranıb. Burada hətta listed on Pancake, yəni hər bir BNB-nin Pancake DEX exchange var. Solano'da Radium'da əsasən, sonradan isə Jupiter və Orca olan bir DEX-lər var. Yəni onlar sizə kömək edir ki, siz likvidlik yarada biləsiniz. Misal üçün Radium, bu Solana üçün likvidlik yaratmaqdır. Yəni hardan necə yaradırlar, mən sizə bunları göstərirəm. Yəni çox sadədir də, yəni insanları aldatmasınlar. Heç bir məhsul da vermirlər. Sonra mənə deyirlər ki, gəlin tokenimizi alın. Bu düz deyil. Burada yenə eynən qoşulursunuz öz wallet-ınıza və burada likvid yarada bilirsiniz. Add likvid eləyirsiniz, create likvid eləyirsiniz və salam. Yəni bu da likvid əlavə olunur və avtomatik olaraq misal üçün marketə baxsaq burada görürük ki, görürsüz bax Meteorada bir likvidliyi verən bir platformadır. Və görürsüz burada Meteorada 35 milyon pul var. OpenBook bu hələ Solana'nın özündə olan bir platformadır. Ümumiyyətlə Solanadan söhbət gedir. Çünki Trump token özü Solana blockchain-də yaranıb. OpenBook2 okey, bu Radium'da hələ çox güman ki işləyir. Və burada Orcan'ı görürük. Yəni burada görürsüz, burada 64 min cəmi pul var və 96 dənə likvidi var bunun. Yəni burada getdikcə sıralama ilə düşə də bilər. Yəni istədiyiniz əks tərəfə yönəldə bilərsiniz də hansı token kimə satılsın da Fartcoin Trump Bitcoin Bitcoin stablecoin-ə satılsın. Bunu devlər qərar verir, hansı ki tokeni yaradırlar. Birbaşa layihənin yiyələri onlar. Yəni bunlar gördülər ki, Solana çox pul qazanır və Binance-ın da özünün çox böyük ekosistemi var. Qərara gəldilər ki, biz də yaradaq və bunlar da bu forum memi yaratdılar. Burada hətta reytinqlarını da görə bilərik. Bu yaxınlarda B token, misal üçün də B tokenə yaxınlaşsaq, görürük bunun öz qrafiki var və s. Hətta CoinMarketCap-da da var. Burada görürsüz smart kontrakt var. Bu smart kontraktı götürərək, yəni siz BNB skanda bunu analiz də edə bilərsiniz. Gəlin hələ BNB açaq, bunu baxaq. BNB-ni açmamışdıq. Eynəndir. Yəni sistem eyni işləyir də hamısında. Sadəcə adlar fərqlidir və hamısını da baş beyinə aparıblar ki, belə inqilabi filan beşməkan. Yəni heç bir inqilab Bitcoin edib və digər blockchainlər eləyir ki, hansı ki onlar real məhsul verirlər insanlara. Sonda onu da sizə göstərəcəm bir nümunə olaraq. Yəni hələ blockchainləri tapız, hələ blockchainlərə investisiya edirsiniz ki, gələcək olsun da o tokenlər istifadə olunsun, siz də qazanc əldə edəsiniz də. Yəni aksiyanı alırsınız da. Misal üçün necə Cola mı deyim, Makdak deyim, necə onlar aksiyalarını satırlar. Çünki onlar aksiyalarını satırlar və siz hər bir Makdakın gəlirində payınız var, Colanın payınız var. Yəni bu eyni sistemdə işləməlidir. Amma tokeni al, sat, kimsə də ucuz alıb sonra baha satsın. Yəni bu iş deyil də. Yəni bu skamdır. Ona görə də blockchainə heç kim inanmır. Hamı şübhə ilə yanaşır və heç kim yatırım etmək istəmir. Bu B tokeni görürük. Total Simple 1 milyard 41 min holderi var. Görürük burada ümumi holderların siyahısını. Görürsüz ki, ən böyük
Gate birjasındadır. 38 milyon 3%. Binance'da yoxdur yəqin ki, görərdik. Və bilmək istəyirsinizsə vardı, yoxdur. Həmən tokeni burada yazırıq, çıxır və baxaq smart kontraktla da çıxırmı? Bəli, smart kontraktla da yerləşdirib, yəni biləsiz ki, həmən fake'lər də çox yaranır, çünki bir dənə məhsul yaranmamışdan fake'lər yaranır. O da dəhşətli bir şeydir. Bunu yəni idarə edə bilmirlər, çünki bu şəffaf, açıqdır. Yəni kim istəyir nəsə yarada bilər. Hətta bu tokeni Allah bilir ki, 100 dənə ondan əlavə yenə yaradıblar. Burada da eynən görə bilərik hansı birjalarda var. Görürük ki, əsas dövriyyəsi DEX birjadadır. DEX birjada isə yəni orada icazə heç kimdən almırsan da. Aldım, satdım, yerləşdirdim. Kim bacarırsa edir, yaradır. Kim də bilirsə DEX-i girir, alır. Orada walletlar, sadə walletlardır. Qoşulursunuz. Misal üçün Pancake-in özünə daxil olaq. Necə bir token ala bilərik və istənilən tokeni də ala bilirsiniz hələ. Qoy bu açılsın. Burada Connect Wallet eləyirsiniz. Wallet-ınıza Trade Swap bölməsinə daxil oluruq. Burada seçirik BNB, çünki adətən ilk başlayanda BNB-yə qarşı olurlar, amma indi görürük ki, yeni USDT bir stable coin'i var. Bunu da Trump'ın komandası yaratdı. Yəni faiz qazanırlar da, bunlar məhsul verirlər. Başa düşürsüz? Yəni camaat görürlər, istifadə eləyir, alıcı qüvvə var, hamı almaq istəyir və bunlar istəyirlər ki, məhsul versinlər və məhsul da verən kimdir? İstifadə olunur. Burada görürük ki, BNB-də var, VBNB, yəni Wrapped BNB, eyni BNB-dir, sadəcə wrapped olunub. Yəni BNB-nin özü deyil də, yəni digər blokçeynlərdə işləsin deyə VBNB eləyiblər. Burada görürük dövrə 2 milyondur. Pancake-də isə %1-i 38 milyondur. Yəni fərqi yoxdur. Siz seçirsiniz. Burada seçirik smart kontraktı əlavə edirik. Burada B token gəlir. Çünki hələ təzə tokendir. Burada misal üçün 601 BNB-lik burada hesablayır sizə nə qədər token lazımdır. Və burada connect eləyirik, faizlara fikir veririk, yüksək faizlər olmasın və alırıq. Və burada hətta analiz edə bilərsiniz ki, mən misal üçün 15 dollarlıq almaq istəyirəm. Burada görəcəyik ki, bir token 15 dollarlıq 43 dənə ədəd düşür və s. Yəni BNB-də olan bütün tokenlər belə alınır. Efirdə alınan tokenlər Uniswap-la alınır. Uniswap ilk DEX exchange-dir ki, hansı ki, efir ümumiyyətcə bazarı yaradan demək olar o oldu bu sahədə. Ona görə də reytingdə liderlərdən biridir. Və Uniswap ilk olaraq yaratdı və digər blokçeynlər sadəcə dubl elətdilər. Görülən məhsul var, dubl etdilər, eynən öz blokçeynlərini üçün yaratdılar. BNB Pancake yaratdı, Solana yaratdı. Bu walletları Raydium və Orca, Meteora bunlar likvidlik verirlər, amma walletlar isə Phantom Software-dir, misal üçün Solana-da. Burada isə biz ala bilərik efirin nəzərində olan tokenləri. Misal üçün baxaq onun yeni əlavə olunmuş tokenlərdən hansı tokenlər var? Yeni bunlar da memlər isə yəni bildiyimiz yeni müasir bir trenddir. Yəni bilinmir gələcək nətər olacaq. Yəni cəmaət yaradır, heç bir məhsul da vermirlər. Verməməklərinə baxmayaraq insanlar yenə alış-veriş edir ki, baxmadan indi Nakago bir mem yaranıb. Shiba'nın itin bir nəslidir, Yapon bir itidir, məşhur bir itdir ad olaraq. Xülasə, bu tokeni necə alırsınız? Kontrakt copy edirsiniz Uniswap-da. Nə üçün Uniswap-da? Burada biz görürük ki, baxın, yalnız Uniswap-da satılır. Görürsüz, hələ heç bir birjada listing olunmayıb. Cəmi 581 min dollar dövriyyəsi var, yəni alıb satanı var. Əslində orada likviddə azdır pul.
baxaq orada görək nə qədər likviddə pul var. Genə eynən qayıda bilərik bura. Yəni burada Dexstream var və GMG. Bunlar yaxşı platformalardır. Fərqi yoxdur. Yəni istəyirsiniz Dexscreen istifadə edə bilərsiniz, istəyirsiniz GMG-ni. GMG-nin bir üstünlüyü odur ki, o burada göstərir kim neçə dəfə alıb satıb. Burada yenə smart kontraktı qoyuruq, basırıq və görürük. Burada görürsüz blockchainlər var. İşte Sol, Efir, Base, Tron və Binance. Bu blockchainlər 5 əsasən burada tokenlər inkubator kimi yaranır. Nakanı görürük və burada görürük 136 min dollar likvid var. Şu an burada əsas bu şeylərə fikir verirsiniz ki, nəsə alıb yatırım eləyəndə pulunuz batmasın, aldatmasınlar sizi. Çünki kimsə dibdə alır. Misal üçün burada alıb hal-hazırda demək olar 6x verib, yəni 1000 dollarlıq alıb siz də alırsınız, o 1000 dollarını 6000 dollar eləyir, satır. Sonra da kimsə gözləməliyik, kimsə alsın və s. də, yəni belə bir devdə də tokenin sayı çox olanda, yəni şimdi göstərəcəm hələ bu Nakan nəzərində nə ola bilər, amma bu tokenin çox güman ki, pampa olacaq. Hansısa bir nəyisə yaradacaqlar. Yəni listinqlərə daxil olduqca tokenin qiymətləri qalxır. Misal üçün 136 min dollar cəmi likviddə pul var. Yəni bu puldan artıq pul yoxdur. Kimsə böyük bir həcmdə satsa, yəni burada pul qalmayacaq. Digər holderlər isə demək olar göydə qalacaq. Yəni o da gözləyəcək kimsə alsın ki, satım. Alan da olmur da, yəni. Burada hətta tokeni yaradacağın ünvanını görürük. Onlar həmişə boş olur və s. Yəni burada izləyə bilirik. Və burada görürük kimsə 11 dəfə alıb, kimsə 49 dəfə alıb satıb. Yəni burada filtrlər var. Görə bilərsiniz kim neçə dəfə alıb, kim neçə dəfə satıb. Bunlara da nəzər yetirə bilərsiniz. Burada satış alış görülür, qrafik görülür. Hər bir qərar vermək üçün hansısa bir məlumatlarınız artıq var. Bu isə ilkin olan mərhələdə olan bir məlumat verir. Yəni CoinMarketCap. Bu həbil məlumat. Bunu bütün dünya görür və ilk gələnlər isə çox vaxt CoinMarketCap-a və sairə baxırlar. Çünki digər platformaları tanımırlar, bilmirlər skana necə daxil olsunlar, necə analiz eləsinlər. DEX exchange-ləri tanımırlar, mərkəzləşdirilmiş birjaları tanımırlar. Mərkəzləşdirilmiş birja ümumiyyətcə dövriyə istəyir ki, bax görürsüz Naka token yaranıb. Hansısa bir birja listing olmaq üçün yatırım lazımdır. Bunlar devlər, yəni yaradıcılar 70 min, 50 min, 40 min, 100 min, 200 min həm dövriyə olmalıdır, həm cəmiyyət formalaşmalıdır. Burada Telegram və s. kanalları var. Orada yığışırlar və s. Yəni həcm olmalıdır. Ondan sonra isə xərclər eləyirlər və daha çox insana tanıtdırırlar bunu. Yəni burada yoxdur. Ona görə biz ancaq Uniswap-da ala bilərik. Misal üçün hal-hazırda alsaq, sonra da isə bu qalxsa satış edib pul qazana bilərsiniz. Misal üçün Efirin özü ilə ancaq almaq olur. Çünki orada göstərilib. Tokeni yenə seçirik. Burada həmən smart kontraktı əlavə edirik. Görürük Nakogo gəldir. Burada sizə göstərir ki, bu tanınmayan tokendir və s. risklərə özünüz cavabdehsiniz. Misal üçün 0, 0, 1 Efir 161 dollara 143 min bu knockout tokenindən alırıq və wallet-a daxil olduqda orada komissiyanı da görürsünüz. 1, 2, 3, 4, 5 dollar komissiya dəyişilə bilər. Bütün Efirin nəzdində də olan bu tokenlər Uniswap. Uniswap da çox yaxşı bir platformadır. Müxtəlif blockchainləri artıq qəbul edir. Yəni wallet olaraq, Dex wallet olaraq Uniswap-dan da istifadə edə bilərsiniz, Pancake-dən də istifadə edə bilərsiniz, Radium-dan da istifadə edə bilərsiniz. Müxtəlif botlar var. İndi hal-hazırda bazar çox inkişaf edib və bilinmir də məhsul çoxdur, yəni seçim çoxdur. Yəni seçim edib əsasən toplardan istifadə edirsiniz ki, yəni onlar siz heç vaxt wallet-unuzu
allatmayacaqlar, bağlamayacaqlar. Yəni çünki hansısa bir valuta qoşulanda, connect eləyəndə fikir verirsiniz ki, o sizdən heç vaxt sitfrazanı və sairəni istəməsin. Çünki son 12 sözü kiməsə versəz, siz artıq öz valutunuzu itirmiş olursunuz. Ona görə hələ connect və sairə edəndə diqqətli olun. Heç kimə verməyiniz heç vaxt o məxfi sözünüzü. Çünki skamerlər onunla valutu daxil olub sizin vəsaitləri oradan çəkə bilərlər öz vəsaitinizə, öz vəsaitlərinə. Siz də heç vaxt o vəsaiti geri qaytara bilməyəcəksiniz. Çünki ümumiyyətcə blockchain hələ işləyir ki, orada qaytarma söhbəti və sairə yoxdur. Baxın, burada bir token də var, epileptik və sairə mem tokendir. Bu da çox Azərbaycanda məşhurdur. Master və sairə özlərini bilmirəm nə sayırlar və kim sayırlar. Bunlar da çox dump edirlər və xaricilər yaradıb. Bizimkilər də yeni Azərbaycan vətəndaşları hansı ki başları çıxmır, ümumiyyətcə heç bir işdən anlayışları yoxdur. Onlar da yatırım edirlər. Misal üçün deyək ki 10 min, 15 min adam 200-300 dollardan yatırım etsə, o böyük bir məbləğ əmələ gəlir. Bunlar da alırlar misal üçün 1000 dollara 5 milyon token alırlar, yaxud 1000 dollara 2 milyon token alırlar. Burada alırlar, siz alırsınız, pump olunur, hətta özləri də alır ki, hərəkət olsun, siz görəsiz hərəkəti. Ondan da sonra satırlar və acınacaqlı bir vəziyyət yaranır. Siz də misal üçün 100 dollara almısınız, 5 dəfə qiymət düşüb, olub balansınız 20 dollar. Nə onu saxlamalısınız və yaxud yenə alıb artırmalısınız ki, bəlkə kimsə yenə alar, siz də ona baha satarsınız. Yəni bu spekulativ bir addımlardır. Bu əslində moşennik bir sistemdir. Çox axmaq bir insana yaranmayan bir sistemdir. Yəni şərəfsizlik edirlər və şərəfsizdirlər özləri də. Çünki sonunda mən sizə bir layihə göstərəcəm, hansı ki, doğrudan da real dünyavi bir məhsul verir. Bunlar amma hansısa bir svetofor yaradıblar, xaricilərin tələsinə düşüblər. Burada yəni çox qalxmışdı və alıblar. İndi də istəyirlər ki, özləri də pul qazansınlar. Community yaradırlar. Bilmirəm, bu memlərin hərəkatı bilirsiniz, okey. Hətta mən sizə bir söz deyim. Dodge-un özünün memdir. Mem olaraq onun amma blokçeyni var və çox ağıllı bir inflyasyon bir sistemi var da. Yəni hər bir tokenin öz qaydaları var. Hansısa token çoxala bilir, hansısa token yerində qalır, hansısa token azala bilir. Yəni Doge çoxalır, amma inflyasiya olaraq neçə il, yəni bir azala gedir. Yəni Doge-un sayı çox az adama ələ gəlir. Yəni bunların blokçeyni var, sistemi var. Yəni belə deyək, pul kimi işləyəcək. Yəni hansısa bir hətta Tesla'nın özü bir zaman Doge-la o da o insana bağlı olan bir tokendir. Yəni buna əvvəl 2016, 17, 18 heç kimə lazım olmayan bir token idi. Hype etdilər. Yəni böyük bir səviyyədə, imkanlı olan bir səviyyədə və indi də bu belə xırda belə həşəratlar əmələ gəlib ki, hansı ki bunlar da istəyirlər pul qazansınlar. Yəni sözüm bilmirəm nə deyim əslində. Yəni, Azərbaycanda da bilməyən adam çoxdur. Yəni hələ özdə bunları da yəni 2020-də gələnlərdir, bunları yaradanlar memlərədir. Yəni rahatdır da, yəni ucuzdur. Hardasa 50 min, 100 min dollar pul qazanıblar, likvidə pul yatırım edirlər. O tokenin qiyməti olur. Biraz alırlar, satırlar 2000 dollarlıq, 3000 dollarlıq, 5000 dollarlıq ajotaj yaradırlar. Cəmaət 100-200. Orada əsas elə yəni xırda alıcılar çoxdur da. Yəni hamı qoşulur, deyir 200 dollarlıq alım da burada nə var ki? Alır və o həcm yığılır. Belə deyək də 10 min nəfər 200-200 dollardan hansı bir 100 min 200 min yığılır, o da az gəlir deyil də, alacaq da gedib təzədən bitcoin alacaq, oturub duracaq ki, yəni bitcoinum var, vəssalam, işimi həll etdim. Yəni az bir məbləğ. Yəni bunlara inanmayın. Yəni Azərbaycanda bunlar çox məşhurdurlar. Yəni bu tarixi bir video yazıram, qeydə alıram. Yəni bunlar kimisə bədbəxt eləyəcəklər. 10 nəfər bədbəxt olacaq, bir nəfər varlaşacaq. Bu sistem deyil.
Yəni bu iş deyil, bu layihə deyil, bu məhsul deyil. Yəni harda ki sistem okeydir, hamı şəffaflı olaraq istifadə edəcək, komissiyadan pullar qazanılacaq və sairə pullar bölünəcək. Hardasa okeydir, bunu başa düşərik ki, məhsuldur da, biznesdir. Amma bu biznes deyil axı. Burada baxız, ancaq demək olar botlar alır. 119 nəfər, 40 nəfər. İndi bunu tək walletlərə dəyişib ala bilərlər. Mən bir saniyə 10 min wallet yaradaram. Siz təsəvvür edirsiniz nələr etmək olar. Yəni skriptlər var ki, yəni Volat OK'da no problem yaratmaq çətin iş deyil. Yəni cəmaatın baş beynini aparmayız. 163, mənə 317. Yəni pump elədilər, indi dampa doğru gedir. Yəni hədəfləri var 1 dollar, 10 dollar. OK'da məndə də istəyirəm elə 100 dollar olsun bir dənəsi də. Nədir? 100 dollara məndən neçə min token alsa olmayacaq. Yəni hala 10 ildən də çoxdur bazardayam. Kiminsə hesabına hansı token qalxıbsa okeydə misal üçün Doge. Doge-u da hələ qalxızdılar ki, hələ bir moment alırlar ki, sən heç orada heç yaxın gedə bilmirsən. Burada eynən bunu da analiz edə bilərsiniz. Baxın, görün ki, bunlar siz heç vaxt onu göstərməyəcəklər. İstəsəz də sizi blok edəcəklər ki, siz mətbəxin içini göstərirsiniz. Burada ümumi dövriyyəni görürük. 2 milyon dollar market capdır. Amma likviddə cəmi 136 min dollar pul var. Yəni çox kiçik puldur da. Yəni blockchain sahəsi üçün yəni bütün dünya burdadır. Cəmi 136 min dollar pul yığılıb. Yəni okeydə bunu kimsə manipulyasiya edir. Onu anlayasınız. Ə, Sizə nəyi göstərəcəkdim burada? Aha, Soul Scam. Burada baxırsınız. Burada amma 2 milyon göstərilir. 2 milyon market capımız var. Yəni o pul yoxdur burada. Onu biləsiz. 136 min ərzində dayanıb. Burada holderların sayını görə bilərsiniz və hətta burada siz analiz edə bilərsiniz. Kim kimə nə göndərir, kim necə manipulyasiya edir. Baxın, burada görürsüz, Mex-də 113 milyon tokeni var. Bir wallet 26 milyon, digər wallet 26 milyon, 14 milyon və burada inandırım sizə hələ tokenlər var ki, onun 40-50 milyon tokeni var. Sadəcə o bölüb. Walletlərin arasında bölüb ki, yəni görünsə ki, 113 milyon bir Mex-dədirsə, 113 milyon heç kim almayacaq bu tokeni. Və beləliklə holder yığamayacaq. Holderin sayını da misal üçün mən də token yaradım. Varımızdır əslində, amma biz tam başqa strategiya ilə gedirik. Ona görə hələ tam təqdim etməmişik, çünki məhsul olmalıdır. Məhsul yoxsa biz sizə nə təklif edəcəyik? Yəni etmişik də, yəni alan yox. Spekulyasiya ilə biz məşğul deyilik. Spekulyasiya olanda isə etmək olur. Məqsədimiz də yoxdur. Məqsədimiz də odur ki, biz doğrudan da bir məhsul verək, akademiya yaradaq, swap, likvidlik yaradaq, staking yaradaq. Yəni real məhsullar verək ki, hansından ki, insanlar bəhrələnə biləcək. Burada holderlar yaradım. 20 min holder, nə olsun 20 min holderi var. Buna alıb bölmək olar. Yəni 5 saatın içində bunu 100 min holdera da çatdırmaq olar. Sadəcə komissiya buna pul lazımdır, vaxt lazımdır. Yəni çətin bir işlər deyil. Marketinə baxırıq, ümumiyyətcə dövriyyə nə qədərdir? Burada görürük 24 saata 881 min, 65% düşüb. Yəni görürük düşüş, yəni bir token üçün 65% düşmək, yəni bu katastrofik bir rəqəmidir. Misal üçün kimsə 1000 dollarlıq alıb, bunun 650 dollar itirib. Yəni bu insanda axı bu ya, bu digəri də satıb da, bu ucuz alan da satıb, o birisi də alıb və sonra da oturub ağıllı-ağıllı danışırlar. Şərəfsizsiz, biləsiz. Yəni hamınızın cəzası var və payınızı alacaqsınız. Yəni bu işlərlə məşğul olmuyorsunuz. Bunlara vaxt ayırmaq istəmirəm. Bir də sonunda sizə birjada Mex-də olan ticarətlərini göstərmək istəyirəm. Ki biləsiz ki, yəni nə qədər acınacaqlıdır vəziyyət və sonda daha bir maraqlı layihəyə keçək, hansı ki perspektivi var və siz nəsə öyrənib, nəticə edib yatırımınızı, siz maliyyə savadınızı artırırsınız. Maliyyə savadı nədir? Siz hələ etməlisiniz ki, mən qısa deyirəm, pul sizə işləsin, siz pula işləməyəsiniz. Yəni dünyəvi bir layihələrə yatırım ediniz. Hansı ki siz nəsə əldə edə bilərsiniz də. Yəni dünyaya qoşula bilərsiniz. İndi sonda Ripple haqqında danışacağam. Qısa bir sənəd də hazırlamışam. Yəni qısa olaraq görəcəksiniz ki, doğrudan da bu tokeni almaq olar və niyə almaq olar? Burada həmən tokeni göstərmək istəyirəm bu epileptika. Yəni mənim də kult yaradırlar. Yəni olsun, no cəmaəti özdə hamıda amması var. Az al, itirdiyin qədər niyə kimsə itirməlidir? Bu hələ arta-arta getsin də, kimlərsə qoy böyük şirkətlər xərc çəksin.
hansısa bir şəxsi investorlar isə kiçik məbləğdən hansısa bir pul əldə etsinlər də. Niyə itirdiyimiz qədər almalıyıq, sonra da razılaşmalıyıq ki, itsin. Niyə görə olmalıdır? Qoy mən 100 dollarlıq alım, hansısa bir bank 1000 dollarlıq alsın və sonra ona mənə dividendlər versin ki, mənim o 100 dollarım dividend qazanc versin mənə. Niyə allatsın məni? Mən də digər insanlar da köçürmələr eləyəcəklər. Mən də oradan pul qazanacağam. Hamı burada pul qazanacaq. Yəni sistem hələ qurulmalıdır ki, hamı pul qazansın. Bu nə verir yaxşı? Nə verir? Niyə şərəfsiz deyirsiniz? Niyə cəmaatı qoyun yerinə qoymusunuz və aldadırsınız, özünüzə master, quru deyirsiniz? Yəni sizə bir dəfə deyirəm, siz şərəfsizsiniz, siz axmaqsınız. Sizin nə biliyiniz var, nə savadınız var, nə qanacağınız var, nə ədəbiniz var, nə ərkan. Hələ dili mütəxəssis olaraq danışmayız. Yəni sizin biliyiniz yoxdur və bütün bu Ə, hətta dünyanın özünə də aiddir. Hal-hazırda biz sizin nə qədər ə, skam layihələr var. Yəni sayı hesabı yoxdur. Yəni buna da heç kim qərar gəlmiyor. Ataklar var. Salanın özü ilə biz müzakirələr etmişdik, hətta təsisçiləri ilə. Onlar bizə bir sual cavab vermirdi. Təsəvvür müyo ataklar var, müyo botlar var. Sən alandan almamışdan qabaq bir saniyə o səndən qabaq alır, satır. Yəni bu nədir də? Onda blokçeyni bağla da sən işlədə bilmirsənsə blokçeyni. Yəni sən bu atakaların qabağını ala bilmirsənsə, niyə işlədirsən bunu? Niyə görə cəmaatı bədbəxt eləyirsiniz? Yəni pul çatışmır. Onda açıq şəkildə heç kim demir, hamıya pul lazımdır, hamı qazanc əldə etmək istəyir, hamı uğur sahibi olmaq istəyir. Özə pis nədir ki, bədbəxt insan, kasıb insan istəyir ki, yəni ev, maşın, gezmək, şəkil çəkmək, bahalı geyim və sairə bu bunun üçün artıq uğur deməkdir. Yəni bu da çox acınacaqlı bir vəziyyət alınır. Yəni səviyyəsizlikdir. Yəni burada cəmiyyət heç vaxt inkişaf eləməz və insanlar bir-birini allada ancaq kiminsə hesabına bunlar nəsə belə öz aləmlərində nəticə əldə edə bilərlər. Bunları bağlayaq, amma olmasın ümidvaram. Az da olsa biliyiniz oldu. Bunları heç bir bloger sizə bu boyda səhifələri açıb göstərməyəcək, çünki bunların bu alətləridir. Bunlar özləri alır, sonra tokeni isə tərifləyir. Siz də alırsınız, yəni siz təsəvvür edirsiniz, böyük bir məbləğdir. Hətta 1000 dollarlıq özləri alsa, kimsə 100 min dollarlıq alsa, bu 100 min dollar hamısını çəkməsə 50 min, 60 min dolları çəkəcək. Yəni bu da ə, böyük bir məbləğdir. Elə 5-10 dənə hələ biri addım etsə, yəni 400 min, 500 min dollar pul qazanacaq. Onun nəsli heç əcbatı da özü də görməyib, nəsli də görməyib, kökü də görməyib. Yəni sevinəcək ki, mən aldatdım. Harda soram gedib uduzacaq, o heç. Çünki haramla gələn haramla da gedir. Amma niyə də siz niyə pulunuzu itirəsiniz? Niyə uçuruma gedəsiz? Yəni nə isə əldə edirsiniz də ağıllı yatırım edirsiniz, smart yanaşırsınız. İnvestisiya biliklərinizi artırırsınız, elmimizə pul yatırırsınız. 200 manatlıq nəsə almaq, ondansa 200 manatlıq mən nə bilim bir elm kitab alırız, oxuyursuz. 200 manatlıq özünüz üçün şərait yaradınız, rahat oturub yeyiz, içiz, işığınız, internetiniz olsun, biliyinizi artırırsınız. Kim bu belə axmaq təcrübəni belə əldə etmirlər. Təcrübəni biliklə əlavə edirlər, praktika ilə əlavə edirlər. Mən ona görə məcbur oldum bu videonu çəkdim ki, yəni ilkin olaraq anlayışınız olsun da, yəni burada çətin bir şey yoxdur. Siz niyə axı bunu anlamırsınız? Bu bunu açsın. Sizə burada stakanda olan divarları göstərdim. Suallarınız olsa verərsiniz. Digər videolarda da sizlə göstərərəm. Burada çox maraqlı Satoshi Nakamoto İnstitutunun bir web platforması var. Düzdür, ingilis dilindədir. Çox gözəl bir platformadır. Yəni burada siz ümumiyyətcə blokçeynin tarixçəsini, blokçeyn necə yaranıb, kimlər nə əziyyət çəkib, burada kitablar var. Neçənci ildə kimin hansı əziyyəti olub, fikir versək burada 91-ci ildə digital dokument artıq var idi. Hətta burada ilk smart kontraktı Vitalik Buterin o ideya olaraq götürüb alimdən Nik Szabo o yaratmışdı ilk smart kontraktı. Yəni formula olaraq o vermişdi. Bunlar sadəcə inteqrasiya elətdilər, platformanı yaratdılar.
John Milton güclü bir iqtisadçı olub. Yəni bax elmimizi artırırız da, otururuz bir-bir oxuyuruz. İstənilən ingilis dili bilmirsiniz, tərcümə edirsiniz. O həmən 200 manatı gediz, verirsiniz, peçat çap edirsiniz. Perevod eləyirsiniz, tərcümə edirsiniz. Yəni indi hal-hazırda müxtəlif alətlər var ki, siz ChatGPT-dən istifadə edə bilərsiniz, Google-dan istifadə edə bilərsiniz. Yəni istəyən insan tapar. Öz üzərinizdə inkişaf ediniz ki, ümumiyyətcə maliyyə savadınız artsın. Yəni biznes hələdir ki, bunlar hamısı biznesdir də. Belə deyək, bu üçü də biznesdir. Pul ola digital money də, okey. Bunlar bu da biznesdir. Yəni amma biznesi bilmək üçün siz başa düşürsüz ki, nəyə daxil olursunuz, nə ilə idarə edəcəksiniz. Spekulativ olmasın da sizi aldadacaqlar və adam da nəyə hövslənir ki, hansısa bir alicənab insanlar qalır qıraqda. Yəni tay öz tayını tapır, razıyam. Ağıllı adam öz ağıllı insanı tapacaq. Axmaq axmaqla oturub duracaq. Binanın özü bugünkü gün çox gözəl birjadır. Hörmətim var, amma daha üstün verir nəticələrə xayp yaradan insanlara. Çünki onların özünə də marketinq ehtiyac var. Yəni platformaların dolanışığı və s. Amma yenə ayıq olunuz da, ayıq olunuz ki, hansısa bir səhvləri etməyəsiniz. O pulu biliyinizə xərcləyirsiniz, suallar verirsiniz ki, biliyiniz, savadınız daha da çox olsun. Baxın, burada misal üçün 4 saatda qrafika baxsaq, bu yenə düşəcək. Yəni necə qalxıbsa hələ də düşəcək. Burada baxın, stakanlar var. Hər bir alverdə burada mövcuddur, görə bilərsiniz. Baxın, burada 1 milyon dənə satış kimsə etsə, 2 milyon dənə satış etsə, bu nə qədər düşəcək aşağı görürsüz. Satış üçün okey duvarlar qoyublar ki, qalxsın, kimsə alsın və çalışırlar yeni insanlar özləri ilə gətirsinlər. Yəni almayız, yatırım edirsinizsə də hələ eləyirsiniz ki, ən azından aşağıda alırız, yuxarıda satırız, qoy onlar pul ötürsün. Yəni okey eləmək istəyirsinizsə, desəz ki, bütün onsuz da sistem belə işləyir. Birincisi razı deyiləm. İkincisi əgər hələdirsə, ən azı burada almayız da. Yəni bunlar özləri bunu qalxızırlar ki, bu ortada siz ala-ala onlar başlayacaq satmağa. Siz burada alırız. Otururuz gözləyirsiniz, burada alırız. Yəni Azərbaycan millətimsiz də dünya okey qlobal bir proyektdir. Okey. Xaçaba burada alırız, burada alırız. Satız, pulunuzu qazanız, digər top layihələrə yatırım edirsiniz. Yəni burada amma almayız. Yəni qalxandan sonra qiymət alır. Necə qalxırsa elə düşür. Xülasə, bu stakanlara diqqət verirsiniz. Burada çox sadəcə analiz edə bilirsiniz ki, yəni vəziyyət nə gündədir və nə qədər bərbaddır. Burada hətta Bitcoin özünə də nəzər yetirsək, top layihədə də siz görərsiniz ki, Bitcoin-də də yəni pul hər yerdə lazımdır. Yəni hamıya da lazımdır. Ona görə ayıq olsa təsəvvür eləyirsiniz 100 dollara görə burada cəmi 83 Bitcoin, 84 Bitcoin. Yəni bura bir dənə bir 1000 Bitcoinluq kimsə satış etsə, cəmi 110 Bitcoindir da. Gör hara alan olsa hara qalxacaq, satan olsa hara düşəcək. Yəni bax 146, 157 Bitcoin satılsa bunun qiyməti 4-5 min dollar düşəcək. Yəni belə şeylərə diqqət edirsiniz. O, deməli, məhsulları necə təyin edə bilərsiniz? Yəni necə olur? Necə deyə bilərik ki, bunlar blokçeyn? Biz toplar Bitcoin aydın məsələdir. Yəni ilk blokçeyndir və universal bir blokçeyn dünyaya təklif edib. Yəni bu saytı araşdırırız. Çox maraqlı saytdır. Yəni bütün tarixçəsi var. Hətta Digital Gold adlı kitab var. Onu da oxusanız çox gözəl olar. 2015-ci ilə qədər o kitabda blokçeynin, Bitcoin blokçeynin bütün tarixçəsi yazılıb. 2008-dən 2015-ə kimi ta bunlar necə inkişaf edib, hansı yolları keçiblər və s. Burada library var, mempool haqqında var. Oxuyuz, bunları hamısını oxuyuz, inkişaf eləyirsiniz. Yəni o pulu birinci biliyinizə xərcləyirsiniz ki, sizi dünya yəni aldatmasın. Deməli burada misal üçün top layihələrdən Bitcoindir, efirdir, Binance-ın özüdürsə, nə üçün? Çünki birjaları var, blokçeynləri var. Yəni özü hansısa bir airdroplar verir, token saxlayırlar və s. Yəni maraqlıdır, yatırım eləyə bilərsiniz. Solana'nın özü memlərin hesabına, yəni hissə, portfolyovuzu hələ bölürsüz ki, bilirsiniz, bir yerdə olmasın da bölürsüz. Orada analiz etsiniz, müxtəlif ideyalar var. Bu blogerlər, investorlar, treyderlər hərəsi bir ideya verir, hərəsi bir. Yəni baxız, istədiyiniz kimi bölürsüz, amma hələ eləyirsiniz ki, diversifikasiya olsun.
Yəni bir-birindən asılı olmasın. Çünki Bitcoin qalxanda hamısı qalxır, Bitcoin düşəndə hamısı düşür. Yəni yatırımınız hələ ediniz ki, məhsul olsun. Xülasə, Tron da öz blokçeyni var. İndi hal-hazırda tokenləri çoxdur, amma azala-azala gedir. Emissiyası ilə maraqlanırsanız necə işləkdir? Cardano güclü blokçeyndir. Hype okey inkişaf edir. Onu da araşdırırız, baxın. Sui-dir, gözəl blokçeyndir, yeni dillə yazılıb. Bitcoin Cash hard forkdur. Bu Bitcoinlə bağlı bir şeydir. Bitcoin Cash, Bitcoin uzu olsa ondan yaxşıdır. Chainlink çox gözəl bir layihədir. Ə, ultra bir şəbəkələr verir ki, hansında ki blokçeynlər öz aralarında Loro dilində deyirəm, işləyə biləcəklər. Çox gözəl bir layihədir. Ə, xəttlər kömək eləyir ki, blokçeynlər işləsinlər və yeni məhsullar verirlər. Yəni uzundur bunlar haqqında danışmaq. Stellar Ripple-ın eyni sistemdir, oxşayır. Toncoin bildiyimiz Telegram tokenin, proyektin tokenidir, çox maraqlıdır. Yəni onun da bir hansısa bir məhsul verib, yəni bu Telegram okey işləyir, cəmaət nəsə alır, edir, satır, reklam edirlər və orada nəsə əldə edə bilərsiniz. Hedera güclü bir blokçeyndir, maraqlanarsınız. Monero ilk hələ bir blokçeyndir ki, heç bir wallet və sairə tarixçəsi qalmır. Bu birjadır, Bitget birjanın tokenidir. O da sayı çoxdur, misal üçün analiz edək. Yəni müxtəlif blokçeynlər var da. İnternet kompüter çox güclü bir blokçeyndir. Onların deyək ki, gələcəkdə blokçeyn özü serverləri özündə cəm edəcək. Yəni çox güclü bir innovativ bir proyektləri var. Baxın, burada bir də əsas nəyə fikir verirsiniz? CoinMarketCap-ı ümumiyyətlə resurs kimi istifadə edib bütün məlumatları əldə edə bilərsiniz. Burada veb saytına girib baxırsınız, white paper-ına girib baxırsınız. Yəni istənilən bir özünə hörmət edən layihənin white paper olur. Yəni white paper nədir? Hansı ki sənəd onun nəzdində bunlar inkişaf edəcəklər də. Yəni hələ belə nağıl yox. Yəni nələr olmalıdır? Nələr hədəflərimiz nədir? Nələrimiz var? Nələr edəcəyik? Və nələrə nail olacaq, belə deyək də, suallara cavab verir və white paper-da sənəd də o dəyişilə bilər, ancaq inkişaf üçün yeri dibli olmaz. Bu artıq manipulyasiyadır. Bu saytın özünə diqqət yetirirsiniz, baxırsınız, suallar verirsiniz. Yəni necə işləyir və s. Hələ internet kompüter yazsaq onun güclü tərəfləri, zəif nöqtələri sizə internet məndən də çox informasiya verəcək. Çox gözəl layihədir, araşdırarsınız, baxarsınız və belə büdcetin özü misal üçün baxırsınız 1 milyard total simply 160 milyon tokeni var. Yəni yandıra-yandıra və s. hələ maksimum simply bilinmir və s. Oynayırlar, pul qazanırlar, hardasa pulla da bölüşürlər də. Yəni bunları başa düşmək olar. Çünki bunların məhsulu var, exchange yaradıb. Digər layihələr, yəni heç nədirlər də. Mən heç onların saytlarını da açıb göstərmək istəmirəm, veb saytlarında özünüz baxarsınız. Sonunda bir rezüme edək. Sonunda mən sizə Ripple haqqında danışmaq istəyirəm. Ripple da bir blokçeyndir, ilk blokçeynlərdən biridir, hansı ki yüksək tranzaksiyalar, kiçik komissiyalar biz özümüz hələ 2016-17-ci ildə hansı exchange-dən exchange-ə pulu çəkmək üçün tez və sürətli və kiçik komissiya Ripple-dan istifadə edirdik. Çox güclü blokçeynləri var, məhsulları var. Getdikcə də inkişaf elətdirirlər. Baxmayaraq tokenin sayı çoxdur, güclü blokçeyndir və s. Ya bunun özünü də analiz edərsiniz, veb saytı, white paper-ı, hara doğru gedir, neyniyir və s. Və burada sizə sonda bir sənəd göstərəcəm. Yəni bir layihəyə belə analiz edirsiniz ki, başa düşəsiniz ki, nəyə doğru gedirsiniz, nəyə yatırım eləyirsiniz. Sizdən çox xahiş edirəm, spekulativ yatırım etməyiz. Ondan sonra bu hər dəfə 150, 100 dollar, 200 dollar yığız, bu məsləhəti heç kim verməyəcək. Bir gün Bitcoin alırız, bir gün efir alırız, bir gün Binance-ın özünü alırız, bir gün Ripple alırız. Sonra özünüz üçün nə təcrübə toplamaq istəyirsinizsə, okey də 100 dollarlıq istədiyi token alın. Birinci bunları alırız ki, bunlar fundamental yatırımlardır, fundamental tokenlərdir. Bunların məhsulları var, bunların gələcəyi var. Dünya bazarında olacaqlar. Bizim də bir xalq olaraq bir payımız olsun. Bunları alırız, yığırız da baxacaqsınız ki, 1 il, 2 il vaxt keçib 1000 dollar pul yığmısınız. Bu da bir 10.000 dollardır. Qalxıb
Hani gələcəyi bilmək olmaz da Ripple-ın özü 200, 300, 400, 500 dollar olanda və buna heç yaxın gələ bilməyəcək. Yəni indidən bunu eləyir də sizə 100 dollar verib gedib hansısa gicgi token alınca bu 50 dənə Ripple alsaz ondan xeyri olar ki, hansısa bir instrumentdir də, dünya alətidir. Niyə də istifadə etməyəsiniz? Burada baxın sizə sənəd hazır etmişəm. Niyə görə Ripple-a biz yatırım etməliyik? Ripple nədir? Şəbəkəsi, missiyası və gələcəyi haqqında danışırıq. Burada görürsüz, açıqlamasını verir. Amerika Birləşmiş Ştatlarında mənşəli bir şirkətdir. İngiltərə ilə də bağlantısı var. RippleNet adlı qlobal ödəmə şəbəkəsindən istifadə olunur. Burada blockchain texnologiyasını görürük. Klassik proof of work, yəni proof of stake var, proof of work var. Mining var. Yəni bu şeylərə daxil olmadım. Yəni bu başqa bir sahədir. Yəni vaxtımız çox gedəcək. Mən bir-bir blockchainlər hansı funksionalda işləyir, onları sizə izah eləsəm. Yəni konsensus alqoritmi necə işləyir, ə, sürətini göstərir, komissiyası azdır və sizə deyim ki, bir-birimizə biz Ripple göndərdikcə onun sayı azalır. Ə, Ripple məhsulun və istifadə halları, Liquid Hub müxtəlif valyuta arasında sürətli likvid dəyişmə, banklar və maliyyə qurumları XRP istifadə edərək real vaxtda sərhədlərarası ödənişləri yerinə yetirir. Yəni ümumiyyətcə banklar, hətta deyək dövlətlər özləri üçün öz digital yerli bir valyutalarını yaradanda çoxusu Ripple-ın ekosistemindən istifadə edir. Və hətta səhv etmirəmsə, Gürcüstan da digitalları yaradanda Ripple-la əməkdaşlıq edib, onların digitalları Ripple-ın ekosistemində işləyir. Yəni bu artıq məhsul verir də. Yəni banklar, böyük dövlətlər, qurumlar, yəni bu blockchain-dən istifadə edirlər və öz aktivlərini burada yarada bilərlər. Kimsə blockchain yaradır, blockchain bahalı bir layihədir. 20 milyon, 30 milyon, 40 milyon, 50 milyon yatırım istəyir ki, blockchain yaransın. Qeyri-adi bir şey yoxdur. Yəni deyək ki, çox belə inqilabi bir şeylər eləyiblər. Xeyr, yəni onu da hər bir cətala, hər bir əşya mı deyim, aksiya deyim, nə insan dəyər verir. İnsan dəyər verməsə ola heç kimə lazım deyil. Bunların tərəfdaşlarına baxırıq. Bank of America, Santander, America Express və sairə və hətta Western Union'dan test mərhələsindədir. Yəni bunlar işlədikcə Ripple istifadə edəcəklər. Kimlərsə kiməsə A və B-yə pul göndərəcək, siz də Ripple əlinizdə olacaq. O ABD komissiyadan siz də pul qazanacaqsınız. Yəni bu sistem budur, yatırım budur, investisiya budur. Başa düşürsüz? Yəni belə layihələri araşdırırsınız. Niyə XRP istifadəsi, hətta görürsüz CBDC də bunlar üzrə çalışır. Ölkənin mərkəzi bankları ilə. Yəni bu hamısı bu blockchain bunun nəzərində fokuslaşıb nəsə bir bilik, yəni gözəl bir ekosistem yaratmaq istəyirlər ki, hamıya xeyir versin, ziyan verməsin. Yəni çalışın alız yığız və bütün layihələrimizi belə analiz edirsiniz. Təşəkkür edirəm diqqətinizə görə. Ümidvaram videonun axıra kimi dinlədiniz. Uğurlar, ağıllı yatırım ediniz. Malınızın, mülkünüzün, vəsaitinizin qədrini biliz və onu biliz ki, siz hələ yatırım etməlisiniz ki, risk edib gözləməlisiniz, amma hələ bir məhsula yatırım etməlisiniz ki, onun məhsulu olsun, onun mənbəyi bilinsin, onun gələcəyi bilinsin, onun arxasında komanda, insanlar, yatırım və ekosistem dayansın. Hansısa axmaq insanlar olmasın. İşlərinizdə uğurlar arzu edirəm. Elminiz, biliyiniz daha bol olsun. Və vaxt gələcək, bəli, Bitcoin-i biz 1 milyon görəcəyik və bu olacaq. Bu gerçəkdir. Yəni inkişaf gedəcək. Yəni bu qaçırılmayan bir şeydir. Yəni biz 1 il, 2 il okey də olmaya da bilər, amma yaxın zamanda hələ biz 200-300 mini görəcəyik. Yəni 170 min, 180 min və s. və 1 milyonu da vurub keçəcək və öz uşaqlarınıza, öz gələcəyinizə, əgər təkcə özünüz üçün yaşamırsınızsa, gələcəyə bir investisiya etmək istəyirsinizsə, öz balalarınızın xatirinə, öz nəslinizin, kökünüzün gələcəyinin haqqında, hətta özünüz üçün də bir yaşad olanda investisiya eləyəndə top layihələrə investisiya eləyirsiniz ki, bəlkə hansısa uğur əldə edə bilərsiniz. Təşəkkür edirəm, uğurlar.